testdən başlayırıq. Birinci testdən. Nə gördük? We invited fail gəlibdir. We invited fail gəlibdir və fail xəbərimiz. Mike bizim mübtədamızdır. Invited isə xəbərimizdir. Xəbərdən sonra bu hissədə hansı əvəzlik gələcəkdir? Şəxs əvəzliyi obyekt halda gələcəkdir. Obyekt əvəzliklərimiz hansıdır? Me, you, him, her, it, us, you, them. Deməli B variantında we çıxar. C variantında I çıxar, D variantında D çıxar. Bəs E variantı nədir? Our nə deməkdir? İsimli, yiyəli əvəzli. Baxıram ki, nöqtədən sonra da söz önü gəlibdir. İsimli yiyəlik verə bilmərəm. Qalır cavabım A variantı as. İndi baxıram ikinci testdə. Nöqtələr harda gəlibdir? Sonda. Deməli, cümlə sonunda gələn hansı əvəzlikdir? Obyekt əvəzlik. Məsələn, A variantında dey, cümlə sonunda, bəli, cümlə sonunda demişdik ki, bir yadımıza salaq, dey cümlə sonunda hansı halda gələ bilirdi? Bəli, ay sağ ol. Sual cümləsi olar, özündən əvvəl köməkçi gələrsə. Getdi. B variantında deyirdən sonra nə gəlməlidir? İsim gəlməlidir. Cümlə bitib getdi. D variantında he, şəxs əvəzliyi adlı xal, cümlə sonunda gəlməz. C qaldı, E qaldı. Dem onlara, onları deməkdir. Sadiq dərsə bax. Him, ona, onu, kişi cinsi. İndi baxıram. Sizə həmişə nə deyirəm? Birinci cümləni bizə boşuna verməyibdir. The police were very helpful. Mübtədam nədir? Police. Polis də necə isimdir? Həmişə cəmdə. Həmişə cəm olan hər şeyin obyekti nə olacaqdır? Cəm olacaqdır. Gəlirəm indi 3-ə. Nöqtələrdən əvvəldə nə gördüm? Nöqtələrdən əvvəldə söz önü gördüm. Söz önü ilə işlənən hansı əvəzlikdir? Obyekt haldır. Obyekt hal olmayan A, B getdi. C variantında maydan sonra isim gəlməlidir, getdi. E variantında she adlıqdır. Qalır cavabım D variantı. İndi gəlirəm 4-ə. Nöqtələrdən əvvəl nə görürəm? Söz önü. Söz önündən sonra nə olacaqdır? Obyekt olacaqdır. A getdi, B getdi, C getdi. It nə demişəm? Həmişə isimlidir demişəm. D variantı deyir, isim istəyir. Qaldı cavabım E variantı. İndi gəlirəm 5-ə. 5-də yenə söz önü gəlibdir. Söz önündən sonra nə olar? Obyekt olar. A-da adlıqdır. D variantı adlıqdır. E variantı isim gəlməlidir. B qalır, C qalır. İt nə idi? Nələrin obyektidir? Cansızlar, heyvanlar təkdə olarsa, dem də nə idi? Cəm olan hər şey idi. Birinci cümləni mənə boşuna verməyibdir. I lent him several books. Mən ona deyir, bir neçə kitab verdim. Deməli, books nədədir? Cəmdə. Amma deyir, o oxumayıbdır. Onların heç birini olur cavabım B variantı. Kitablar cəmdədir, it verə bilmərəm. İndi gəldim 6-ya. Steven gave, cümlənin xəbəri, mübtədası Steven'dir, xəbəri gave'dir. Xəbərdən sonra gələn hansı əvəzlikdir? Obyektdir. A-da we adlıqdır, C-də she adlıqdır. Maydan sonra isim gəlməli idi. B qaldı, E qaldı. Bəzisi deyir ki, ay müəllim, his isimsizdir. Niyə görə verə bilmirəm? Verək də. Steven gave, indi yerinə qoy tərcümə elə görüb. B-də deyir ki, Steven gave me, verdi mənə yaxşı məsləhət. B variantı doğrudur. E-yə baxaq görək. Deyir, Steven gave his, Steven verdi onunki yaxşı məsləhət. Görsən, quruluş düz gələ bilər, hə, his isimsiz işlənə bilər. Amma ki, məna düz gəlmir. Həm də, yaxşı, ay müəllim, burada advice var. Bəlkə hizdən sonra isim olsun, hizdən sonra, yiyəlikdən sonra sam verə bilmərəm axı. Ona görə E variantı çıxdı, qalır B variantı. My friend sent, sent göndərmək, göndərmək xəbərdir. Xəbərdən sonra hansı əvəzlik? Obyekt gəlir. A-da I getdi, B-də they adlıqdır, C-də he adlıqdır. D qalır, E qalır.
Deyə bilərsiniz ki, ay müəllim, nöqtələrdən sonra detailed information gəlibdir. Information isimdir, niyə görə my verməyək? Yerinə qoyaq tərcümə eləyək. Tərcüməsi də düz gəlməlidir axı. Və biz məcburuq ki, cümlələri tərcümə də eləyək. Yəni, əvəzlikdə də mütləq şəkildə tərcümə lazımdır. Çünki quruluş düz gələ bilər, amma tərcüməsi də mühümdür. Baxıram ki, D-da da quruluş düz gəlir, xəbərdən sonra gəlibdir. E-də də məsələn detallı informasiya my-dan sonra isim gələ bilər. Amma baxaq görək hansı düz gəlir. Deyir dostum, göndərdi. Layihə haqqında mənə detallı məlumat. D %100 düzgündür. İndi E-yə baxaq görək problem nədir. Deyir dostum göndərdi. Layihə haqqında mənim detallı məlumat. Olmadı. E variantı uyğun gəlmir. İndi getdim 8-ə. I should. Should xəbərdir. Xəbərdən sonra gələn əvəzlik obyekt hal olacaqdır. B variantı getdi. İndi A ilə bağlı bir şey deyəcəm. E variantı getdi. C variantı doğrudur. Mən göstərdim şəkilləri ona, onu, him, kişi cinsi. A ilə D-da qaldım. Ay müəllim, orada bəzisi deyir ki, pictures gəlibdir, isim var. Bəs niyə görə isimli yiyəlik vermirəm? Yadda saxlayıram ki, yiyəlik əvəzliyindən, yiyəlik haldan sonra mən article işlədə bilmərəm. Burada D artiklı gəldiyinə görə demək ki, yiyəlikdən söhbət gedə bilməz. Sonra gəldim 9-cu testə. 9-da nöqtələrdən əvvəl of söz önü gəlibdir. Söz önü ilə nə işlənəcəkdir? Obyekt işlənəcək. B variantı our isim istəyir. C variantı they adlıqdır. D variantı we adlıqdır. E variantı deyir isim istəyir. Qaldı cavabım A variantı. İndi ona gəlirəm. She sent nə deməkdir? O göndərdi. Xəbər. Xəbərdən sonra nə gəlir? Obyekt. A-da they adlıqdır. B-də we adlıqdır. C-də I adlıqdır. D-də he adlıqdır. Qalır cavabım E variantı. She sent me a postcard. O mənə açıqca göndərdi. 11-də biraz işləyək bunlardan sonra ötürərik. Digər növlərlə də yazarıq. Deməli, həmişə sizin çaşdığınız hissə. Baxın, orada bəziləriniz 3 nöqtədən əvvəlki nöqtəni görmür. Deyir ki, müəllim, nöqtələr cümlənin ortasındadır. Mən bura obyekt verim. Başlayır variantda obyekt axtarmağa. Baxın, 3 nöqtədən əvvəldə burada bir dənə nöqtə. Cümlə bitibdir. Yeni cümlə başlayıbdır. Şəxs əvəzliyi adlıq olacaq. İndi bu testdə variantlarda obyekt verməyib, amma verdiyi halda olur. Onda da çaşıb qalırsınız. Elə bilirsiniz, cümlənin ortasında da obyekt götürürsünüz. Bax, yeni cümlə başlayıbdır. Play soccer nə deməkdir? Futbol oynamaq. A-da deyirdən sonra isim gəlməli idi. B, C, E variantında xəbəri nədə olmalıdır? Təkdə olmalıdır. He, she, itin xəbəri təkdə. Tək xəbərlərim hansılardır? Is, was, has, does, fail, sonda es. Deməli, play cəm xəbərdir. B, C, E variantı getdi. Qaldı cavabım D variantı. İndi gedirəm digərinə. Biraz ötürüm. Aha, bax 17. 17-ni bayaq sizə demişdim. 17. 17-də görürsən, nöqtələrdən əvvəldə are gəlibdir. He is olmalıdır, she is olmalıdır, it is olmalıdır. A qaldı, D qaldı. Deyirsiniz, ay müəllim, we use-də are-dır. Bəs indi mən neyniyim? Baxırsınız ki, burada E artiklı veribdir. Swimmer təkdədir. Swimmer təkdədir. Swimmer təkdədir. Təkdirsə, you olacaqdır. Dey onlar. Onlar bir dənə üzgüçü olmaz, swimmers olardı. Biz şagirdlər olarıq, onlar şagirdlər olar. Onlar bir şagird ola bilməz. Olur A variantı. You da bilirik ki, həm sən, həm siz deməkdir. Sonra 20-də nə olacaqdı 20? Is veribdir. We are olur. D variantında him cümlə əvvəlində gəlməz. İndi nə olacaq? E variantı. Village nə deməkdir? Kənd. Kənd cansız, təkdə. Əgər village olsaydı, village cəmdə olsaydı, D olardı. Bəli, cavabım oldu E variantı. Sonra gələk indi 23-ə.
23-də nöqtələrdən sonra nə deyibdi? Pencil deyibdi. Nə lazımdır mənə? İsimli yiyəlik lazımdır. İsimli yiyəlikdə mine getdi, yours getdi, mine getdi. A qaldı, D qaldı. İkinci boşluqdan sonra cümlə bitibdi. İsimsiz olma. Sən variant obyektin yoxdur axı. D variantı olacaqdır. Biraz ötürək. Aha, 28. Çoxunuzun çaşdığı hissə 28. Deməli, parents and students nədədir? Cəmdə və özündən sonra xəbər gəlibdi. Bax, were xəbər gəlibdi. Özündən sonra xəbər istəyən əvəzliyim hansı idi? Adlıq idi. D variantında deyir getdi, çünki isim yoxdur burada həm də. Qalan qaldı. İndi ikinci tərəfə baxırsınız ki, altından xətt çəkilmiş hissəni götürdükdə, boşluqdan sonra isim qalır. Deməli, mən nəyə baxacam? İsimli yiyəli əvəzliyinə baxacam. Əgər xətti uzadıb, students, result hamısının altından çəksəydi, sən o hissəni götürdükdə yerdə heç nə qalmayacaqdı. Yəni, isimsiz olacaqdı. Amma burada xətt çəkilmiş hissəni götürdükdə yerdə isim qalır. Deməli, isimli yiyəli olacaqdı. B variantında there çıxdı. A, C, E variantı qaldı. Students da cəmdədir. Cəm olan hər şeyin yiyəliyi there olacaqdır. İndi gəldim 29-a. Asked xəbərdir. Xəbərdən sonra obyekt gələcək. Waitress, obyekt olmayan B-də she getdi, A-da they getdi. Waitress kişi cinsidir, qadın cinsi. Qadın cinsi. Baxın, bu şəkilçi E, S, S. Qadın cinsinə mənsub isimlər yaradan şəkilçidir. Deməli, C variantı və E variantı qaldı. Baxıram ki, help kömək etmək. Feildən sonra nə gəlir? Obyekt gəlir. Cəm olan hər şeyin obyekti də C variantı olacaq dem. Sonra biraz maraqlılarına çevirək görək. Məsələn. Nəyə baxaq? 41-ə baxaq. 41-də everybody congratulated xəbərim gəlibdi. Bir saniyə, xəbərim gəlibdi. Xəbər gəlibdisə, obyekt verəcəm. Birinci tərəfi obyekt olmayan 3 çıxacaqdır. Getdi. İkinci tərəfdə birthday isim gəlibdi. İsimli lazımdır. 1-də mine çıxdı. 5-də hours çıxdı. Qaldı 2 ilə 4. İndi növbəti testdə. Nöqtədən sonra, bunu deyirdim, bax sizə. Variantı əslində elə qurmayıbdır, amma bəzən testi elə qurur, çaşıb qalırsınız. Həm söz önü var, həm isim var. Həm söz önü, həm isim varsa, mən ismə baxacam. Özündən sonra isim gəldiyinə görə isimli yiyəli olacaqdır. Deməli, E variantı çıxır, C variantı çıxır, qalan qalır. Burada deyirsiniz ki, bəzən, ay müəllim, it apostrof S-dən sonra da isim gəlir axı, niyə onu götürmürəm? Baxın, bold yox, ola bilər, sifət gəlib təyin eləyə bilər. Ancaq orada bol sözü təkdədir. It is-dən sonra gəlsəydi, it is. Sonra gəlsəydi, E article olmalıydı. A small ball olmalıydı. Deməli, article yoxdur, D variantında çıxıram. A qalır, B qalır. A qaldı, bir saniyə, A qaldı, B qaldı. Deməli, burada nəyə baxıram? It oynayır balaca topu ilə. Deməli, it də təkdədir, it olacaq A variantı. Bir dənə orada bir şey əlavə edeyim. Bax, deyir ki, bol sözünə S artırsa, small balls. Yenə C-ni, E-ni, D-ni çıxıram. A ilə B qalır. Çoxsu gedir orada bol sözü cəm olduğuna görə. Gedir, deyir götürür. Özündən əvvəlki. Bəli, burada əşya kimə məxsusdur? Sahibi kimdir? It. It nədədir? Təkdə. Deməli, it olacaqdır. Yəni, mən isimə baxıb, nöqtədən sonraki ismin təkinə cəminə baxıb, yiyəliyin təkcəm olmasına qərar verə bilmərəm. Sahibi kimdirsə, o sahibə baxıb qərar verirəm də. It təkdədir, olacaq it. Əgər itlər desəydi, deyir olardı. Başa düşdünüz nə demək istədiyimi? Aha. Sonra gəldik nəyə? Biraz ötürək. Gələk.
Çox çaşılan testlərə gələk də görək, baxaq görək varmı? Hə, məsələn 54. 54 də imtahana, sınaqlara düşən tipdə testdir. Deməli 54-də birinci sənin işin nədir? Xəbərə baxacaqsan. Baxdın ki, xəbər cəmdədir. 4 hərfli zətin xəbəri tək olar, yəni izvoz olar. İkiləri çıxdım, getdi C variantı. Birinci tərəf mənə heç nədə kömək eləmir. Gəldim ikinci tərəf. Bəli, ikinci tərəfdə isim yoxdur, isimsiz olmalıdır. İsimliləri çıxıram. 3-də yordan sonra isim istəyir, B getdi, D getdi. 5-də maydan sonra isim istəyir, A getdi. Qaldı cavabım E variantı. Sonra. Məsələn, 57-də. Görürəm nə var orada? Susan. Susan'dan əvvəl vergül işarəsi var. Bu deməli nədir? Xitabdır. Tək xitabda nə olacaqdır? Yourself, D variantı. Sonra növbəti də he veribdir. He'nin deməli qayıdışı nə olacaqdır? Himself olacaq, B variantı. Let's paint nə olacaq? Ay sağ ol. Let asa bərabərdə ourselves olacaqdır. Sonra 62-yə baxaq. 62-də 2 növ istəyibdir. 2 növ olanlara baxaq ki, biraz çətin olsun. About veribdir. Bax, birinci tərəfə baxım. About verib söz önü. Söz önündən sonra obyekt gələr. B variantı, E variantı getdi. Qalanlar qaldı. İkinci tərəflərə baxıram ki, bax, mən cümləyə yox, varianta baxın. Bəzən deyirsiniz, bilmirəm hansı növ əvəzlik keçəcəm, seçməliyəm. Onda baxın variantlara. Görün, variantlar sizə nə veribdir. Hamısında ikinci tərəfi qayıdış veribdir. Deməli, mən qayıdış əvəzliyi axtarmalıyam. Qayıdışı da kimə baxıb axtarıram? Şəxsimə, mübtədama baxıram. V-nin qayıdışı da ourselves olacaqdır. Olur cavabım A variantı. A variantı. Sonra. Məsələn, 66. 66-da əvvəla mən nəyə çıxacam? Bax, nöqtədən sonra isim yoxdur. Deməli, apostroflar çıxacam. A gedir, C gedir. E variantı zaten səhvdir. S-lə cəmlənməz. S-lə cəmlənməz. E getdi. Y-lik yoxdur. A getdi, C getdi. Bəli, hər iki qardaşdan danışır. İkilikdən danışırsa, iç adır olacaqdır. Sonra, 68-ə baxın. 68-ə. Deməli, Pauldur. Pauldan əvvəl vergül işarəsi var. Bu nədir? Tək xitabdır. Tək xitablarda yourself olacaq, C variantı. Sonra 69-a baxaq. Nöqtələrdən sonra boots gəlib. Boots nədədir? Çəkmələr. Çəkmə iki ayrılan hissədən ibarət olanlardır da həmişə cəmdədir. C gedir, D gedir. Sonra gəlirəm ikinci tərəfə. Where have you bought? Almısan. Deyir, hardan almısan? Sonda gəlibdir, obyekt. Obyekt B variantında D gedəcəkdir. Deyə bilərsiniz, ay müəllim, nə oldu? Bəs deyirdiniz ki, Z cümlə sonunda gəlib, sual cümləsində gələ bilər. Axı özündən əvvəl köməkçi gəlməyibdir. Ona görə səhvdir. A qaldı, E qaldı. Almısan deyir nələri? Hə, düz deyirsən, armısan. Almısan nəyi? Çəkmələri. Çəkmələ cəmdədir. Cəm olan hər şeyin obyekti dem olacaqdır. Sonra, məsələn, news. Çox adam gedir o news, xəbər sözünü cəm götürür. News sayılmayandır. Deməli, tək olacaq. A-da this getdi, D-də those getdi. Oldu mu? This, those getdi. B, C, E variantı qaldı. İkinci tərəfə baxıram ki, iki feilin arasında gəlib. Fikir ver, made. Biz bu quruluşu harda keçmişik? İki feil gəlibdir. Made təsir eləyibdir. Fiil başlanğıcda gəlibdir. Bu nədir? Hansı qaydadır? Ay sağ ol. Complex object qaydasıdır. Complex qaydasıdır. Bu neçənci qrupdur? Made, ay sağ ol. Birinci qrupdur. Özündən sonraki feili to-suz, ing-siz, heç nəsiz, heç bir şəxsə zamana görə dəyişmədən istəyir. Deməli, iki feilin arasında mən şəxs əvəzliyi adlıq verə bilmərəm. C getdi. She getdi. Qaldı cavabım B variantı. This news made them feel sad. Bu xəbər deyir, onları qəmgin etdi, qəmləndirdi. Sonra baxaq görək nə var. Məsələn, 80.
Baxırsınız, elə bilirsiniz ki, çətin bir testdir. Yəni heç orada cümləyə baxmadan variantlardan gedərək bəli tapa bilərik. Deməli, you'nun qayıdışı yourselves düzdür. You'nun qayıdışı yourself düzdür. 5-də we'nin qayıdışı ourselves düzdür. He'nin qayıdışı himself olmalıydı. She'nin qayıdışı herself olmalıydı. 1, 3, 5 B variantı. Sonra baxım görüm nə var. Hə, 83-ə baxın. Nədir bu? Bəli, cəm xitab. Xeyr, themselves olmaz. Yourselves'dir, yourselves. Çünki niyə? Children'a xitab eləyibdir. Vergül işarəsi var. Vergül işarəsi var. Cəm xitab olanda yourselves olacaqdır. 85. Çaşdığınız test tipi. Həmişə də bu tip testlər düşür. Aha. Hə, və görsən elə başdan çaşdın. Deməli, nöqtədən əvvəl söz önü gəlib, nöqtədən sonra isim gəlibdir. Artıq mən söz önünə baxmayacağım. İsmə baxacağım, isimli yəlik verəcəm. C variantı, D variantı getdi. Rainy weather, yağışlı hava. Haranın havasından danışır? Bəli, Şotlandiyanın, Scotland. Scotlanddə təkdədir, it's olacaq A variantı. Day, burada mən weather-yə baxıb it's vermədim. Nəyin havasından söhbət gedir? Şotlandiyanın. Sonra. Bunu yox. Hə, bir saniyə. 99-a baxın. 99 həmişə çaşdığınız. Deməli, atmosferə, abu-hava, atmosfer isimdir. İsimli lazımdır. A, D, E getdi. İkinci tərəfdə very special gəlibdir. Çox özəldir, çox xüsusidir. It apostrof S olacaq C variantı. Bir də bilsiz nədən əlaqələndirə bilərsiniz? Yəlik halı keçəndə demişdik, apostrof S-dən sonra very gələrsə, article gələrsə, bu yəlik deyil. Yəlik deyil. Bunları apostrof S-ə, it-izə deyə bilərik. Məsələn, gəlməlidir. It-izdən sonra article gələr, very gələr, sifət gələr, say gələr, bəli. Bir də 100-ə baxın, sonra yekunlaşdıraq. Deməli, 100-də I like, burada baxır uşaq. I-ı görən kimi gedir myself götürür. Xeyr, burada mənim not only but also quruluşum var. Not only but also, bəli. Burada not only but also ortadakı ismə baxmalıyam. This place, place təkdədir. Təkdirsə itself olacaq. C, E variantı, B variantı gedir. A qalır, D qalır. İkinci tərəfdə yenə atmosfer sözü gəlibdir. İsimlidir. İsimlidirsə it's olacaqdır A variantı. Not only but also da sınaqlara çox düşəndir. Not only but also da yox. Uzlaşma üçün but also-dan sonraki mübtədaya və ya deyirik ki, xəbərə ən yaxın mübtədaya baxırıq. Deməli, buradan götürürsünüz 100-dən 200-ə qədər. 100-dən 200-ə qədər.